Son illər ali təhsil müəssisələrində təhsil haqlarında artım müşahidə olunur və bu məsələ abituriyentlər və valideynlər arasında müzakirə mövzusuna çevrilib. Mövzu ilə bağlı Modernaza açıqlama verən Milli Məclisin deputatı Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri Samir Vəliyev bildirib ki, artımın əsas səbəblərindən biri müəllim və universitet əməkdaşlarının maaş tələblərinin yüksəlməsidir. Onun sözlərinə görə yaşayış səviyyəsinin artması universitet xərclərinə birbaşa təsir edir və ali məktəblər keyfiyyətli kadrları cəlb etmək üçün daha yüksək əmək haqqı təklif etməyə məcbur qalır. Deputat əlavə edib ki, tələbə və valideynlərin daha keyfiyyətli təhsil gözləntiləri də xərcləri artırır. Müasir infrastrukturun qurulması, yeni binalar, laboratoriyalar və xüsusilə texnoloji ixtisaslar üzrə bahalı avadanlıqların alınması ciddi maliyyə tələb edir. Eyni zamanda populyar ixtisaslara tələbatın artması bazar prinsiplərinə uyğun olaraq təhsil haqlarının yüksəlməsinə səbəb olur. Onun sözlərinə görə xarici universitetlərlə əməkdaşlıq, ikili diplom proqramları və rəqəmsallaşma da əlavə xərclər yaradan əsas amillər sırasındadır. Təhsil eksperti Ramin Nurəliyev isə qeyd edib ki, dövlət universitetlərində təhsil haqları Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılaraq müəyyən olunur. Özəl universitetlərdə isə qiymətlər rəhbərlik və ya idarə heyəti tərəfindən formalaşdırılır. Ekspert vurğulayıb ki, təhsil haqqında universitetin nüfuzu, tədris keyfiyyəti, maddi-texniki bazası və rəqabət qabiliyyəti ciddi təsir edir. Bu səbəbdən ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universiteti kimi ali məktəblərdə təhsil haqları daha yüksəkdir. O həmçinin qeyd edib ki, eyni universitet daxilində belə ixtisasdan asılı olaraq qiymətlər dəyişir və daha çox tələb olan sahələrdə təhsil haqqı daha yüksək olur.